İlk növbədə söyləmək istəyirəm ki, Azərbaycan və İsrail arasında olan əlaqələrin tarixi kökləri var. Bəli, siz haqlı buyurdunuz ki, geosiyasi reallıqlar ümumilikdə Yaxın Şərqdə zaman-zaman gərgin olub, zaman-zaman biz bu gərginliyin azaldılmasını görmüşük. Müxtəlif dövlətlər arasında baş vermiş konfliktlərlə bağlı bloklaşmalar, münasibətlərin pozulması və yaxud istiləşməsi bunlar baş verib. Amma bir mənalı şəkildə söyləmək lazımdır ki, Azərbaycan və İsrail arasındakı olan münasibətlər ümumilikdə siyasi proseslərdən asılı olmayan münasibətlərdir. Və ona görə də Azərbaycan dövlətinin başçısı dəfələrlə bəyan edib ki, İsraili biz strateji tərəfdaş kimi nəzərdən keçiririk. Azərbaycanda böyük Yəhudi icması var və eyni zamanda İsraildə də Azərbaycan icması var ki, biz düşünürük ki, iki tərəfli münasibətlərimizi irəliyə aparmaq üçün kifayət qədər deməli sahələr mövcuddur və bu gün əslində Xarici İşlər Nazirinin qəbul edərkən cənab prezident tərəfindən də bu sahələrin adları bir daha çəkilibdir. Kənd təsərrüfatı olsun, informasiya texnologiyaları, eyni zamanda hərbi sahədə bildiyiniz kimi bizim əməkdaşlığımız var və biz bu əməkdaşlığı irəliyə aparmaq üçün, yəni necə əvvəlcədəndən bu siyasətimizi qurmuşuqsa, bunu da irəliyə aparacağıq. Və əsas məsələ odur ki, bu münasibətlər heç bir ölkəyə qarşı yönəlməyibdir. Onun siyasi çəkisi yalnız iki tərəfli qaydada münasibətlərimizi inkişaf etdirməkdir. O ki qaldı sizin söylədiyiniz yaxın şərqdə gedən proseslər, ümumilikdə Qəzzadakı konfliktli situasiya və bu situasiyadan doğaraq da ümumilikdə Yaxın Şərqə səpələnmiş o gərginlik ocaqları və bunun biri də hazırda belə demək mümkünsə yeni gərginlik ocağı Azərbaycanla həmsərhəd olan İranda baş verməkdədir. Biz düşünürük ki, Azərbaycan hər zaman qurucu, konstruktiv bir mövqedən çıxış edibdir və biz İsraillə olan xoş münasibətlərimizi də, yəni əmrliyimizi ifadə edirik ki, Qəzzada yaxın gələcəkdə biz müsbət istiqamətdə irəliləyişləri görəcəyik. Bəli, vəziyyət çox qəlizdir, mürəkkəbdir. Bu ayrı bir düşünürəm ki, söhbətin mövzusudur. Amma bütün bunlara baxmayaraq Azərbaycan məhz tolerant ölkə olduğu üçün həm İsraillə, həm Türkiyə ilə, həm İranla, eyni zamanda İslam ümmətini təmsil edən bir dövlət olaraq İslam Əməkdaşlıq Təşkilatına daxil olan ərəb ölkələri ilə münasibətlərimizin çox müsbət olduğunu da nəzərə alaraq biz düşünürük ki, biz humanitar missiyalarda bu və ya digər şəkildə iştirak edə bilərik. Yəni Qəzzanın konfliktdən sonraki həyatı düşünürəm ki, daha belə deyək, daha məhsuldar olacaqdır. Çünki burada bərpa quruculuq işlərinə də eyni zamanda təhlükəsizlik təbii ki bir tərəfdən, amma bərpa quruculuq işlərinin irəliyə aparılmasına da çox böyük ehtiyac var. Eyni zamanda, yəni əgər Qəzza ilə bağlı sülh əldə olunacaqsa, biz yenə də əmrliyimizi ifadə edirik ki, sülh şurasının əslində fəaliyyəti məhsuldar olacaqdır. Yəni burada bugün anlaşılmamazlıq yaşayan bir sıra dövlətlər və siz az əvvəl Türkiyə, Azərbaycanın ən yaxın strateji tərəfdaşı Türkiyə ilə İsrail arasında son zamanlar yaşanan gərginliklərdən danışdınız və Hakan Fidan, Türkiyənin Xarici İşlər Nazirinin də son bəyanatı kifayət qədər kəskindir. Amma biz düşünürük ki, məhz Azərbaycanın mediatorluğu ilə bu münasibətlərə də müəyyən mülayimlik gətirmək mümkün olacaqdır. Çünki dövlətlər arasında, İsrail ətrafında, Fələstin ətrafında ölkələrin arasındakı münasibətlər, gərginliklər aradan qaldırılmayınca biz ümumilikdə Yaxın Şərqdə yəni möhkəm sülhə nail, davamlı olacağını zaman göstərəcək, amma möhkəm sülhə nail olmaq üçün də əsasların kifayət qədər zəif olduğunu görə bilərik. Sevil xanım, elə bu dəqiqə, təqribən 5-10 dəqiqə bundan öncə daha doğrusu verilən bir xəbər də var ki, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və İsrail Xarici İşlər Naziri Gideon Sar arasında görüş başlayıb və bu dəqiqələrdə elə bu görüş də davam etdirilir. İsrail-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində müzakirələr gedir, addımlar atılır. Siz az öncə İran məsələsində vurğuladınız və prezidentin köməkçisi Hikmət Hacıyev elə İran Xarici İşlər Nazirinin müavini ilə də müəyyən müzakirələr aparıb, görüş reallaşıb. Bu kontekstdə də İran-Azərbaycan əlaqələrinə toxunulub. Bugün İsraillə İran bir-birinə hədəf alan sərt açıqlamalar verirlər. Hətta az öncə də məlumatı təqdim etdim ki, Amerika Birləşmiş Ştatları xüsusilə İrana hədəf alsa və İran da müəyyən tədbirlər görmək istəsə, bu zaman İsrailin də cavaba hazırdır deyilir. Azərbaycan da əslində İranda qonşuluğunda gərginliyin olmasını istəmir. Bu baxımdan İsraillə Azərbaycan arasında hansısa müzakirələr gedə bilərmi?
Ümumilikdə söyləmək lazımdır ki, yenə bildiyiniz kimi, İran-İsrail arasında olan gərginlik bu 10 illiklərdir ki, davam eləyir, və çox təəssüflüklə qeyd edirik ki, digər dövlətlər də, yəni, bir sıra hallarda, İranı hədəf almaq, orada, belə deyək, hücumların həyata keçirilməsi, yəni belə bir, istəklər zaman-zaman ortaya qoyulub. Hətta biz onun ən böyüyünü bu yaxın gələcək 2025-ci ildə biz bu, hücumların şahidi də olduq. Yəni Azərbaycanın isə mövqeyi bu vaxta qədər ondan ibarət olub ki, Azərbaycan öz sərhədləri yaxınlığında gərginliyin olmasını istəmir. Yəni bundan əvvəlki administrasiyalar tərəfindən Azərbaycana hətta onun ərazisindən istifadə etmək üçün təkliflər də olunmuşdu, amma Azərbaycan prezidenti bunu açıq və net şəkildə bildirdi ki, Azərbaycan ərazisi digər bir ölkəyə hücumlar üçün təşkil oluna bilməz. Biz yalnız humanitar missiyalarda kömək, yardım insanlara bu və ya digər şəkildə dəstək olmaq. Yəni bu missiyalarda Azərbaycan iştirakçılığını təbii ki, yəni Əfqanistanla bağlı biz bunu misal olaraq söyləməliyik ki, biz bu missiyalarda iştirak etmişik. Amma digər məsələlərdə Azərbaycan buna heç bir zaman yol verməyəcəkdir və bu bizim artıq dövlət siyasətimizin açıq və görünən prioritet istiqamətidir. O ki qaldı İsrail və Azərbaycan danışıqlarında bu məsələ ancaq məsləhətləşmələr şəklində düşünürəm ki, yer ala bilər. Çünki cənab prezidentin elə 2026-cı il müsahibəsində də çox bir dəqiq bir xətt var idi bu məsələ ilə bağlı. Azərbaycan ümumilikdə hərbi iştirakçılığını bu proseslərdə görmür və heç bir halda Azərbaycan əskərinin bu əməliyyatlarda iştirakı nəzərdən keçirilməyəcəkdir. Yəni bu məsələnin düşünürəm ki, ən vacib bir istiqamətidir və danışıqlar prosesi də yalnız mediator, yəni çox kəskin münasibətdə olan bildiyiniz kimi burada tərəflər var. Yəni onların arasında bu və ya digər şəkildə bəlkə də yumşaldıcı, yəni sərt ritorikadan çəkindirici bir belə deyək münasibətləri yaratmaq üçün, kontaktları, təmasları daha doğrusu yaratmaq üçün Azərbaycan bəlkə də iştirak edə bilər. Bundan əlavə Azərbaycan bildiyiniz kimi bu yaxınlarda elə Davos forumu çərçivəsində Qəzza ilə bağlı sülh şurasına qoşulmuş 19 ölkədən biridir və bu şurada da öz sözünü deyən ölkələrdən biri olacaqdır. Düşünürəm ki, Birləşmiş Ştatlar Azərbaycanı dəvət etdikdə onun potensialını da nəzərdən keçiriblər. Regiona yaxın ölkədir, tolerant ölkədir, müsəlman ölkəsi olmasına baxmayaraq, yəni çox az saylı ölkələrdəndir, bəlkə də yeganə ölkədir ki, həm İsraillə, həm ərəb dünyası ilə çox müsbət, çox üst səviyyədə münasibətləri mövcuddur. Yəni belə bir əlbəttə ki, potensialı olan ölkə ilə təbii ki, məsləhətləşmələrin aparılması da çox vacib və əhəmiyyətlidir və ona görə də həm İsrailin Xarici İşlər Nazirinin məhz belə bir gərgin dönəmdə Azərbaycana səfər etməsi, Azərbaycan prezidenti ilə görüşməsi, daha doğrusu qəbul olunması Azərbaycan prezidenti tərəfindən həm Azərbaycan prezidentinin məsələlərlə bağlı mövqeyinin olması və çatdırılması baxımından çox önəmlidir. Eyni zamanda Xarici İşlər Nazirliyi ilə də məsləhətləşmələrin keçirilməsi baxımından çox önəmlidir.